Gösterme, yavaş. Söhbətlərin dəyişmə surəti bilirsiniz nə edir maşında? Xaos. Biraz qabağa gedək, qabaqda petrol var. Kamera çəkirlər mən. Səni tanıyıram, sən tiktokersən. Köpək ol, mən beləyəm deyir bəyə. Gəldik çat. Buradan da Ay da, mən bunu niyə çəkmişəm? Siz gələndə mənim kemim yaxşı olur. Gəlin. Peki ac qalaq, susuz qalaq, amma temasız qalmayaq. Teşekkür ederim. Yeni bir gündən, yeni bir konseptdən salamlar olsun. Bu konseptdə, yəni videolarda, sosyal medyada sizin də tanıdığınız tanınmış simalarla bölgələrimizə gedəcəyik. Yəni rayonlarımıza, şəhərlərimizə. Nə ilə? Avtostopla. Bugün yanımda qonağım Məhəmməddir. Salam dostlar, hər vaxtınız xeyir, super, əla mənim üçün də çox qəşəng bir təcrübə olacaq. Heç vaxt belə bir şey eləməmişəm. Çox maraqlıdır cidden. Görək başımıza nələr gələcək yolda. Masallı rayonuna gedəcəyik. Masallıda biraz gəzəcəyik, sonra gənclər evinə gedəcəyik, gənclərlə görüşəcəyik. Orada gözləyirlər bizi. Bizi gözləyirlər. Super, qəşəng. Bu arada Məhəmmədə də suallarım var. Yolda yavaş-yavaş o suallarımı da verəcəm. Görüşərik. Getdik. Önemli olan bir iki qayda var, bir iki nüans var. İşığı yandırıb söndürən el arasında marqat deyirlər, onlara əl qaldırmırsan. Əsasən taksi olurlar. Cəmaət bizi radar deyərim bizə. Biri saxladı. Salam Melike. Əmican necəsən? Sağ ol, Allah hansı tərəfə geçsən? Hazır ay gördük vaxtı. Okey. Biraz qabağa gedək. Qabaqda petrol var. Petroldan məncə çıxışda biz maşın tapa bilərik. Yəni buna şansımızı denəyək. Hamısı çörəkdir Məhəmməd. Hamısı urzudur. Hamısı bərəkət. Hamısı bərəkətdir. Marqat. Böyük ehtimal taksidir. Salam aleyküm. Hansı tərəfə gedirdiniz? Getdiyiniz yeri deyil. Biz gedirik Salyan tərəfə. Salyan araq. Əslində Salyan yoluna gedirik də, Ələtastara yoluna. Cəmaatda da qəribə bir şey var yəni. İnsanlar xoşbəxtdir. Xoşbəxt deyil, düzdür. Kamera görən kimi şeylər. Ay da, şoy, mənə adım çıxarmır. Və hər kəs elə bir məxfi bir işdir. Orada Hər kəs bir qaranlıq bir tərəfi var. Çəkiliş də eləyirik bu arada. Problem yoxdur. Keç abi. İlk maşın saxladı, buradan Ələtastara yoluna gedəcəyik, oradan artıq cənub tərəfə keçməyə çalışacağıq. Yəni Masallıya. Abi bunu... Bax. Yox. Oba qurmağa geyirəm. Komp qurmayız. Salam verək. Necə selam. Aleyküm salam. Tanıyırsan bu? Bu nədir? O matdır, elə bir ki altına sərirsən. Yox edəcəyik. Bəzən olur da yorulursan, saxlayırsan ki oturasan. Ha yoqada da istifadə edirlər bundan. Bilməm, biz belə iş yerində bunlardan. Belə. Belə. 20-25 dəqiqəlik bir yol gedəcəyik inşallah. Ələtastara yoluna gedirik. Ələtastara yoluna gedirik. Oradan da Masasız mıydı? Binə gəliyə. Masonlu. Mən onsuz da bu yolu gedirdim, həm də buradan amma ki, mən bunu Allaha xətir edirəm də bu işləri. Yəni, selamla mən gedirdim də, elə səni də aparsam nə çətin bir şey olardı ki. Yəni, bu istən gələn bir şeydir də, yəni Allah hər kəsə nəsib eləsin belə şeyləri. Biz xalq olaraq mehriban xalqıq, bizim xalqdan da gözəl xalq yoxdur. Mən heç arada görməmişim. Var öz millətimizə. Öz millətimizdən başqa yoxdur heç arada. Kimsə deyir, var, nə bilim, ay filan yer gözəldir, o birisidir, bu yox. Bizim ölkədən gözəl ölkə yoxdur. Bura qardaş. Allah razı olsun sizdən. Düşünməz. Mələsmə, arxayın. Yaxşı yol sizə, çox sağ olun. Sağ olun. Gənclər, Ələtastara yoluna gəlmişik. Yolun üstünə çıxacağıq, daha doğrusu körpünün üstünə çıxacağıq və Masallı tərəfə gedəcəyik. Məhəmməd, duyğuların necədir?
maraqlıdır. Hələ ki, yəni sən deyirsən çox şeylər Maraqlı görürsən. söhbətlər gedir. Hə? Qəşəng söhbətlər gedir. Yəni yolda random rastlaşdığımız insanlar çox belə arada mən bir sürü baqa yedim, qalmışam belə. Mən nə danışıram? Görün bir söz deyərək sən başa düşərək. Sağ döyərlər bizi. Neyse biz indi yolu salamat keçək, biraz təhlükəli bir yoldur bura. Əsas yola gəlmişik Məhəmməd. Ələt hastara yoldur bura. Bura Ələt Astara yoludur. Ələtlilərə salam olsun buradan. Bu üst tərəf Ələtdir. Alqışlamayın, çox sağ ol. Ələt bir yandır, yoxsa? Bu birisi tərəf. Bu gördüyün Ələtdir. Qobustandan keçdik, sahil qəsəbəsindən keçdik, gəldik Çox bura. belə qəribə macəralar yaşadıq yolda, indi onlara Qəşəng söhbətlər getdi. Qəşəng söhbətlər getdi, çox belə söhbətlərin dəyişmə surəti bilirsiniz nə edir maşında? Xaos. Amma şərh bildirə bilmədik. Şərh bildirilmədi yəni. Çünki bildirsək orada biz burada deyildik bu dəqiqə. Yəni video burada bitmişdi. Bu arada bir sual verin Məhəmmədə. Necə oldu ki video çəkməyə başladın? Mən uşaq yaşlarımdan Vine-in təzə yarandığı dövrdə 14-15 yaşım var idi. Gördüm ki Vine diye bir şey var və insanlar başlayıblar 7 saniyəlik gülməli videolar çəkməyə. Dedim niyə də yox? Niyə də mən çəkməyim? O vaxt bizdə evdəkilər təzə iPhone almışdı. O iPhone-daki şeydi, yəni hər evdə yox idi. Yəni ilk dəfə 4-ə salmışdı. Başladım oyunla çəkməyə. Gördüm ki izlənir. Sonra səhifəm bağlandı, əskərliyə getdim. Yəni arada bir 4-5 il Qalır o videolarda. qalır, köhnə səhifəm qalır. Heç yanıma heç kimə göstərmirəm onları. İndi Göstərməsi baxıram deyirəm ki, ay da mən bunu niyə çəkmişəm? Bu videonun mizah səviyyəsi hanı? Yəni amma o dövrdə insanlar gülürdülər. Yəni zaman keçdikcə insanların güldüyü şeylər də dəyişir. Deyir ki, ac qalaq, susuz qalaq amma temasız qalmayaq. Ona görə hər dəfə insanlar nəsə tema tapırlar, gündəmə çıxardırlar. Artıq 3 ildir ki, dayanmadan blog eləyirəm və şükür Allaha ki, günü bugünə kimi hələ də insanları güldürə bilirəm. Buradan izləyicilərimə salamlar olsun. Instagramda 100 min, TikTokda 200 min izləyicim var. Şo, saxla. Yalanlar. Aman. Necə külək əsir. Bir şey də bu, radardır bəli. Əl radarı tutmuşam. Tamam. Şu an hamı yanımızdan keçəndə yavaşlayır. Niyə görə? Elə bilirlər ki, radardır bu. Əslində kameradır bir yanda. Gəl taxla qıraqda. A few moments later. Saxlayacaq. O sırada gecə şurada Ayzad var arxamızda. Bir de kısa bir şey daha açmıştı Məhəmməd. Ay'a kimsə kömək eləyir. Ay da qayıdıb deyir ki, O söhbətin davamlı şeyini danışaram istəsən, masalda. böyük ehtimal yadımızdan çıxacaq. Hər Saxladı. şey əladır. Kamera, radarı var əlində, sür. Kamera çəkirlər məni. Bax, harada yayınlayacağız qarda YouTube'da? Ay yox, bax izləmə, qaç yox, istəmə. Çörək deyil, çörək qaç. Allahu Ekber. Nasıl kamera? Salamünaleyküm qardaş. Salam, Biz hansı tərəfə çəkiliş gedir? eləyirik, yəni problem olmaz sizə. Yox, hansı tərəfə gedir? Biz belə svaraq. Biləsvara. O Biləsvar yoluna qədər gələ bilərik. Sağ ol, çox sağ ol. Geç Məhəmməd bəy, buyurun. Təşəkkür Qonağımız, buyur. Çantayı arxaya qoya bilərəm. Salam aleyküm. Salam. Rahatdır. Ay Məhəmməd, bəs ilk video partladanda nə istəmədin? Güya hər şey normaldır, ay baxışda hər şey normaldır. Hayırsa, ilk videom arxa şəhər bağlaya bilərik zəhmət olmasın. Çox sağ ol. İlk videom mənim 3-cü daha 4-cü videom partladı. 1.500.000 izlənmişdi. Nə hiss elədin? Oydu, yəni fantastik bir şeydi. Onu iş yerində paylaşdım, işdəydim mən Milyon Simentdə. O videonu paylaşdım, düşdüm aşağı. Üstündə bir 5-10 dəqiqə keçdi ki, o işçilər gəlib, mən məsələn TikTokda görmüşəm, TikTokda dostlarım yazıyor, TikTokda çıxmışam, nədir bu? Yəni açdım telefonu, gördüm bir 20 dəqiqə ərzində 500.000 izlənib video. Gedib, yəni mən belə şeydim yəni. Uje fikirləşirdim ki, Hollywoodda çağırsalar nə edeyim? Aycan? Ben izləyirəm səni. Allah razı olsun, çox sağ olun. Minnətdarım. Sən videolara baxa-baxa Avropaya gəzməyə bir planlaşdın. Ay maşallah. İnşallah. İnşallah yolunuz açıq olsun. Allah köməyin olsun. Qəşəng videolar hazırlayırsan qaqam.
Çox sağ ol Çox qardaş. qəşəng ya. İnan evdə darıxanda otururam, hansı sənin videolarına. Allah razı olsun. Məhəmməd də humoristik videolar Məndə çəkir. ancaq yumorda məndə. İnşallah başlayıram məndə. Bu ayın 10-u gedirəm Montenegroya. Bosniya, Albaniyada. Vay vay. Səndən də çox iyi. Dünyanı fəth eləyəcəm. Hələn, bax Parisdəyəm. Evlə qülləsi var şopda. Buradan pələcəyəcəksən. Mən bir satırsan. Bir satıram. Doğan çatır bundan yavşak yeyir. Fələn gündə Edinburghda o idi, ağlayaram da. Çox sağ ol gözəl qardaş. Var olun, minnətdaram. Qapansa mənə. Yaxşı olsun. Sağ ol. Deməli, bir şeyimiz qalmadı. Mən çantamı götürüm. Məhəmməd abi, buyur. Yani çadır diyor, evdi yani. Sumkanla çölə çıxsan ölməzsən. Sağ olun. Sağ olun. Sağ olun. Tanıyırsınız bizi. Əsasən ata-ana videoları ilə sən daha çox kəşfətə çıxdın. Bəli. Bəs əmi görəndə nə reaksiya verdi? Yəni atan görəndə. Atam görəndə heç nə, birinci gülürdü. Sonra yorumlar zatlar da yazır əslində. Bir görsəz orada Vüsal Həsənov. Sağ ol, sağ ol. Popülər Yorum idi. zat tuzdurur bir də görsən. Bir də girəm O ki, mənə. yorum partlayıb 2000 like-ıma görəm atam. Ben yazım köpək ol, mən beləyəm deyir bəyəm. Yalan danışır, mən belə deyirəm. Altda yazırlar ki, bu sizin oğlunuz yazdı, uca yox. Bayaqda sən mənə suallar versən, mən də Nipələngi suallar verəcəm. Nəticədə sənin də izləyicilərin görür bu videonu, ondan da maraq dairəsinə suallar vermək istəyirəm. Avtostopda heç çıxmayan biri üçün nə məsləhətlər verə bilərsən? Heç vaxt avtostopa çıxmayan biri nələrə diqqət eləməlidir yolda? Abi mənə görə həftənin günləri önəmlidir. Aha. Desən niyə pələng? Çünki həm Bakıdan rayonlara, həm rayondan Bakıya gedən insanlar çox olur. Yəni yolda nəqliyyat çox tapırsan. Aha. Ondan əlavə məsələn qarşını çəkə bilərsən. Elə bir körpü altlarında Rıska və ya bakışı olur. bir də bu tərəf çəkə bilərsən. Yol ayrıclarında düşsələr, Aha. əsasən yolun sağında dayansalar, yəni xətadan bəladan Allah uzaq eləsin. Sürət həddinin aşağı olduğu istiqamətlərdə dayansalar yaxşı olar. Çünki keçən maşınlar onları görə bilər. Məsələn, baxın qarşıda radar var, düzdürmü? Aha. Biz isə burada dayanacağıq. Körpünün altında. Körpün altında. Burada dayanacaq, bizə daha rahat olacaq bu. Ne oldu bana? Ne kışkırık sesi geldi. Kimsə qışqırır. Körpünün altı kimse yatıb gedir. Ve yukarıda oturup orada. Allah durğuzdunuz bizi yuxudan. Gəlin be. YouTube baxdırdım. Yəni avtostopla səyahət eləmək çox rahatdır. Azərbaycanda çox insan düşünür ki, rahat deyil, onun əksinə rahatdır. Bir də geyim çox önəmlidir. Böyük bir çanta gördükləri zaman, gözdə eynək, başda şapka Kepka. gördükləri zaman deyirlər ki, bu gəzgindir, bu səyyahdır. Tip çox önəmlidir. Yoxsa qarışdırırlar. Bizdə yol üstü müştəri götürmək, yol üstü getmək çox yayğındır, bunu bilirsiniz. Olub ki, nəsə belə başıma çox, nə bilim, avtostopda tip insanlar olur da. Mənim başıma gələn ən gözəl hadisə Telman olub. İndi Telman, onunla da əsl. inşallah görüşəcəyik. Ondan əlavə çox insanın dərdinə qulaq asmışam. Çox insanın yaxşılığını Var görmüşəm. bizlərdən. Maşına minən kimi başlayırlar. Ya bir 2-3 mövzu var. Hər zaman hər maşında o açılır. Çox da tutmayın. Bu videoda qonaq sənsən. Sənə də öpürəm. Sağ ol, çox sağ ol. Gedirik Masallıya. Özünü necə hiss edirsən? 10 Super. üstündən Ben bu neçəsən? dəqiqə 10 üstündə 10'am yəni o Hətta. dəqiqə. Cidden hə. 10 üstündən 10. İndi yavaş-yavaş aclıq baş qaldırır. Belə 9-a zırra düşə bilər, amma 9-dan aşağı düşməyəcək. Yeyəcək. Çünki mən xoşum gəlir belə gəzmək olsun, nə bilim, belə aktivitelər falan olsun. Mən Bu bir aktivitedir həqiqətən. Aktivitedir. Ayrı bir aktivitedir. Tamam gedərsən, gəzərsən, amma bax bu yolun macərası bambaşqa bir hissdir. Məhəmməd, tanınan biri olandan sonra başına gələn ən qəribə hadisə nə olub? say bitməz. Mən hər gün bu günə hər gün yaşayıram mən bu hadisələri. Bir dəfə qaqaşan biri metroda gedirəm. Millət də doludur. İşə gedən vaxtı yaşlı pokoleniya çoxdur. Onların çoxsu tanımır blogerləri, influencerları. Qaqaşan biri belə baxır mənə. Özü bilsən necə? Bir var normal bax, bir də qaqaş belədir. Oyda. Qəhrəmanı. 2 stansiya, 3 stansiya, axırda qaqaş belə deyə metro üçün bir dənə qışqırdı belə deyə. Səni tanıyıram, sən tiktokersən. Qıpqırmızı oldu. İndi cəmaatın da çoxsan tiktoker deyəndə negativ şeylər düşünürlər. Amma mənə belə baxır da. Tiktoker. Düş aşağı. Şahsə, bir dənə o qalmış, sən düş aşağı. Mən də belədim, çox sağ ol, çox sağ ol. Məhəmməd, maşın dayanmır, hazır bir iki dənə sual verim Ver. sənə. Belə bir zarafat eləmisən, amma sonra vicdan azabı çəkmirsən ki, mən bunu niyə eləmişəm? Qəşəng sualdır. Ayda. O videolarda olmur o. Məsəl üçün
elə videoları paylaşmıram. Çəkirəm belə baxıram videoya, bu nə deyə yəni? Qırıcıdır. Yəni ki amma elə videolarım oldu ki, video paylaşmamışam neçə müddət. Onu atmışam ki, bir aktivlik olmasa partlayıb o videom. Camaat gülür ona. Amma mən gülməmişəm. Deyirəm, bu nədir də? Elə zarafatlar daha çox canlı yayınlarda eləyirəm. Çox belə əttökən zarafatlar deyim, mənə yaraşmayan zarafatlardır. Ziya Fantasya'da nə olur? Və fantaziya. Yaxşı qardaş. Sən görsən, bax budur yəni. Reaksiya. Anidən gəlir. Biri mənə yazmış ki, şairəm qabağa gedəmərəm. Mən də yazmışam ki, atdım az gedəcəksin. Biz səni belə tanımırdıq. Dəhşət yəni. Çox belə biabırçı şeylər. Atdım az gedəcəksin. Salam əleykum. Hansı tərəfə gedirik? Biz Masallı tərəfə gedirik. Gələ bilərik? Çəkiliş elə, problem olmaz ki sizə. Yox. Sən otur qabaqda. Mən fərqi yoxdur. Sən otur, mən arxadan division edin, danışaram. Oxdan, sən necə xoşdur. Qardaşımı verim də zəhmət olmaz. Külfət deyil. Salam əleykum. Siz hara gedirsiniz qardaş? Lənkərana. Lənkərana. Lənkərana da gedərik inşallah. Hardan gəlirsiniz? Bakıdan. Bakıdan. Lənkəran indi gedib masallı geridə düzdür. Biz indi artıq, yəni Masallıda Telman var, bilmirəm bir çoxunuz bilirsiniz ya yox, o gözləyir bizi. O bizi gedəcəyimiz yerə aparacaq inşallah. İnşallah. Məhəmməd, bir sual daha vermək istəyirəm sənə, amma istəyirəm qardaş versin o sualı, izləyicindir. Bəlkə qardaşa maraqlı bir sual var. Ən qəribə mesaj hansı olub sizə, Məhəmməd? Ən qəribə mesaj. Ən qəribə mesaj günü bugünə kimi gəlir mənə əslində. Dəxilsiz şeylər yazırlar. Səni metroda gördüm, sən metroya minirsən. Boş ver, deyirəm, necə yəni? Sən bloger deyilsən, deyirəm, mən blogerim. Nə gəzirsən? Hə, nə gəzirsən metroda? Sənin Galenvagen yox. Deyirəm, nədə? Amma bloger olan hamı başından tökülür. Mən yazdım. Özümə belə pis oldum. Dedim, ay da. Gör mən harda görürlər. Sağ ol. Qardaş sağ olun, təşəkkür edirəm. Sağ olun. Yaxşı ol. Sağ ol. Sağ ol. Ver. Sağ ol qardaş. Sağ ol. Sağ ol. Gəldik, çatdıq Masallı torpaqlarına Məhəmməd. İlk dəfədir. İlk dəfədir gəlirəm, ayda çox qəşəngdir. Yaşlılıq necədir? Çox super. Özüdür. Ayda, masal. Yavaş Telman, yavaş. Hoş geldin. Sağ ol, çok sağ ol. Ne var ne yok? Ben gel. Ben kardeşim necəsən? Necəsən? Ne var ne yok? Şükür, ha şükür, yaxşıyam. Siz gələndə mənim keyfim yaxşı olur. Gəlin. Getdik. Ya Allah. Geç otur qabaqda abi. Ehtiyatla bu qapıları cızılmaz. Telman nətərsən? Yaxşıyam, siz nə tərsin? Nə var? Hara gedirik Allahım, Masallı mərkəzinə. mərkəzinə. Aha, tamam. Bu masallı gedir də burada. Ha, Məhəmməd çalışır. Masallı. Masallıdır. Kermanla görüşdük. Gedirik Masallının mərkəzinə. Gənclər evinə. Gənclər evinə gedirik. İnşallah. Orada görüşümüz var, görək Mən bağışlayayım, mənim maşınım da budur. Yəni, Super. yəni olanım budur da, başa düşdün. Bu bir edit düzəldirsən bana. Ha. Yaşayın, pis deyil. Buna da şükür də valla. Buna da yox elə. Əziz də ayağımızı yerdən keçir. Səs-küyə görə narahat deyilsin. Yo, super. Yəni, xorultu zat var. Bu düşür deşilir məndə. Qabağında. Öyrəşmişəm, Məhəmməd də Ha, öyrəşəm. Məhəmməd qardaşımızla da Ya, mən olsun bəyənmişəm. məndə tanış olurlar. Sizi də görüm Məhəmməd şad oldu. Sağ ol, çox sağ ol. Dədə babadan bu maşınlarla tanış olsunuz da biz. Sizin oldu, kənddə zatda belə maşınlar. Arkada bu işten qırılıb bunda. Sallanır. Nə qırılır? İşten qırılıb sallanır da. Olmasa mənə salam verən də olmaz, and olsun. Yavaş ol, ay Telman. Hızlı öfkəli. Narahat olma. Təbii konseri görsən. Yəni burada maşında tərləmə zat yoxdur. Gedəsən evdə kas. Boş da, oradan. Ha, təbii konser. Gedəsən evdə sənin məsələn soyuq tutan. Deyəsən ki başından düşdüyün tərli. Amma burada təbii görsən. Hər yerdən külək gəlir. Hər yerdən.
Yalnız qışda problem olur. Onda da üstünü qalın. Yox, ədyala bükürlər. Bükürləmədi, and olsalar. Köynə puşkalarım zadında bu da, buradan da. Amma bu gün bizə də çox şükür, havalar qəşəngdir. Yay gəlir. Qəşəng gününüz olsun. Uşaqlar yol üstü dedik yemək yeyək, sonra gənclər evinə gedək. Telmanımla, Məhəmmədimlə oturmuşuq bu cünə bir yemək yeyirik. Telman bismillah. Bismillah elə, buyurun. Görək masalın kebabı necədir? Deməli, indi gəlmişik masalının mərkəzinə, hansı ki qarşı tərəfdə gənclər evi var. Yavaş-yavaş keçəcək içəri, mən həyəcanlıyam. Mən də həyəcanlıyam. İlk Mən də dəfədir belə. həyəcanlıyam, elə-belə Mən ümumiyyətlə izləyicilər görürsə deneməmişəm ilk dəfə burada, yəni. Görək necə Mən də görək nə uşaqlar. olur. Keçək. Buyur Telmanım, geç mənim qardaşım. Sağ olun, var olun. Aycan, Giriş- giriş şərqin o birisi tərəfdəndir. Uşaqlar, masalının mərkəzidir bura. Gördüyünüz kimi hava da çox qəşəngdir. Gənclər də bizi içəridə gözləyir. Ürəyidir bura. Ürəyidir. Uzun sözün qısası biz keçək içəri. Mən çox həyəcanlıyam, uşaqlar da həyəcanlıdır. Qəşəng bir görüş keçirdəcəyik. Salam aleyküm, necəsiz Fuad bəy? Yaxşısınız, salam aleyküm. necəsiz, xoş Salam, necəsiz, yaxşısınız, Allah razı olsun. Uşaqlar, Fuad bəy bu arada Gənclər Evinin direktorudur. Masalı Gənclər Evinin. Keçək müəllim, buyurun. Gənclər evdə belə bir yerdir. Qəşəng də? Keç Məhəmməd bəy. Biz necə oturaq belə? Bəli, Biz necə oturaq? bəli, belə oturarsınız. Hə, o burada oturaq. Rahatsa yoxsa yox? Mən rahat burada otururam. Okey. Əziz tələbələr, hamınızı xoş gördük. Bu günləri bizim həmişə belə rəsmi tədbirlər olur. Bu dəfə başqa bir formatda tədbirdir. Bizim Bakıdan blogerlərimiz gəlib. Yəqin ki, bizim paylaşımlarımızda da görmüsünüz. Mən istəyərdim ki, elə vaxt itirmədən sizə sözü vermək istəyirdim. Buyurun. Sabahçı gün başqa bir bloqu eynisini götürüb çəksə, mənim artıq izləyicilərim atır ki, bax səndən götürüb, səndən götürüb, səndən götürüb. Mən də heç bilmirəm yəni. Olur neqativ rəylər. Həvəsdən düşürdüm. Girdim oxuyurdum, belə qalırdım. Ay qar, bu niyə yazdım belə? Bu niyə? Utanırdım özümdən. Amma bir müddət sonra izləyici kütləsi artandan sonra çox dava edirdim mən yorumlardan. Falan sən nə deyirsən? Gəl direktə. Buyurun. Şirvanda böyümüşəm, sizin kimi bir gənc idim. Xəyalımın arxasından getdim. İlk öncə Azərbaycanda səyahət eləməyə başladım. Uşaqlar, bu günləri Masallıdaydıq. İndi gedəcək bir çay içməyə, amma buradakı Masallı gənclərinə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, qonaqlarımız üçün. Görüşəlim. O videonu çəkir. Mən şəkli çəkəcəm. Şəkli kim çəkir? Necədir Məhəmməd? Super. Qəşəng. Qəşəng, əla. Mənzərə, rayon özü, gənclər. Enerjisi qəşəng. Enerjisi çox yüksək yəni. Çox bəyəndim. İlk dəfə gəldim. İkinci dəfə yenə gəlmək istəyirəm cidden. Heç bu zonalara gəlməmişdim. Mən bir şey çox istəyirdim. Bütün demək olar zonalarda olmuşam, amma Masallı, Lerik, Sadıqlı yerlərdə olmamışam. Sonra qismət o bir Lerikə gedərik. Gənclər, ilk videomuzun sonuna gəldik. Əgər son video olmağını istəmirsinizsə, videonu bəyənməyi və yorum yazmağı unutmayın. Tanınan simalarla Azərbaycanın fərqli bölgələrinə, şəhərlərinə, rayonlarına gedə bilərik.